Salam əziz və dəyərli şagirdlər, bu günlərim sizə ümumi qramar, yəni ümumi qrammatika təşkilatı üçün 9-lar üçün və sınaq izah edəcəm, 20-si düşənlər üçün baxaq. İlk öncə zəra out of 10 students var. Bircə saniyə yoldaşlar. Aha, baxaq, burada çox qalın students var, yəni bu cəmdir. Cəm olduğuna görə biz verməliyik nə? Cəmdə olanlar 1, 2 və 3, yəni A variantı. Düzgün cavab. Baxaq ikinci suala. İkinci sualda nəsə yesterday var, dünən. Deməli keçmiş zaman verəcəyik. İndikidir, gələcəkdir. İndikidir, cavab olacaq D variantı. Baxıram bu sual only var. Only'dan sonra many, a lot of, little gəlməz. Ya a few olmalı, yəni burada var carrier. Bu da sayılmır, onun üçün A variantı. Baxıram komponentlara. Yəni dördüncü suala. Dördüncü sualda nə istəyir bizdən? Mürəkkəb sözləri. Information var, düzəltməli getdi. Baxaq, cavabımız olacaq B variantı. İndi izah edəcəm niyə B variantı. Burada düzəltməli getdi. Düzəltməli getdi. Düzəltməli getdi. Ship burada gəlmə mənasıdır. Amçiyədə iki sözün birləşməsi cavab olacaq B variantı. Baxıram üçün bu suala my var. Onca myself olacaq. Çox sadə, bəsit sual idi. Baxıram burada 6-cı suala the train. İlk öncə nədir train? Cansız. Cansız olduğuna görə whom, whose, who getdi. What da ümumiyyətlə burada işləmir relativdə. Onun görə cavab olacaq A variantı. Baxıram 7-ci suala. 7-ci sualda nə deyir? Bizdən preposition istəyir. Listen ilk öncə bilirəm ki, to ilə işlənir. Ona görə A, D variantlarını çıxıram. Deyir, I want to improve your English watch filmləri və burada heç nə qoymayacaq. Yəqin ki, heç nə qoymuruq. Cavab olacaq B variantı. Çünki orada filmlərlə işlənən bir söz önü yoxdur. Baxaq, cannot be, yəni çevrilə bilməyən. Gəlin yoldaşlar. İlkin çevrilə bilməyən nədir? Fiildən sonra gərək tamamlıq olmasın. Tamamlıq olmasın. Gəlin baxaq. The teacher made her olar. Bir getdi. Günel has never been abroad olmaz. Onca ikini götür. The will change next week. Zaman zərfliyi var. 3-də olmaz. 2-3. Başqa cavab da yoxdur. D variantı. Baxaq 9-cu suala. 9-cu sualda nə deyir? Deməli 9-cu sualda bizdən düzgün nə istəyir? Sual sözlərini istəyir. How much foreign languages var? How much işləməz ona görə. İlk öncə bu nöqteyi nəzərdən baxaq. Qaldıq B və D variantları arasında. Deməli which götürüləcək. Deyir can they know? Botun da hansı mənası var? 1-3 cavab B variantı. Baxıram bu suala. Deyir someone. Bu tərcümə ilə bağlı bir sual olacaq. Dump. Baxaq 11-ə. 11-ci sualda bizə nə istəyir? Modal feillər. İlk öncə adın tusu yoxdur. Getdi. Must to ilə işləməz getdi. Should to ilə işləməz getdi. İndi tərcüməyə baxacağıq. You're present while they are speaking. Deyir, valideynlərin danışanda sən danışmamalısan. A variantı. Baxaq 12-yə. Deyir, Kate, me, to var burada. To varsa deməli, görək, so işləməz. Çünki so qrup feillər, notice qrup feillərdir. Baxaq 1, 4, 5 bizim cavabımız olacaq. Yəni A variantı. Baxaq 13-ə. The number of pilots we need it to. The number ilə tək işlənməli idi. Needs. A number was olmaz. 2 çıxdıq. All the pilot was çıxdıq. The use of use-a baxacağıq. And var. Baxaq. Baxaq burada etmək izi görməmişəm.
Need is-lə işlənirsə, ondan vuracaq. Biri düz götür. 100-dən of-dan əvvələ baxırıq. Əndə baxırıq. Is götür. 1-4 bizim cavabımızdır. Deməli yoldaşlar, bu birinci. İndi isə gözləyin. Keçək ikinciyə. Deməli yoldaşlar, hal-hazırda indi ümumi qramar işini işləyəcəyik. Üzürlüsən. Baxaq buradakı suallara. There have you ever. Baxaq.